Azerselin dəstəyi ilə keçirilən Robot Challenge Azərbaycan 2026 uğurla başa çatıb. Azerselin dəstəyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan Robot Challenge Azərbaycan 2026 uğurla yekunlaşıb. Yarış Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçını bir araya gətirib. Yarışın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Azərsel Telekom MMC-nin korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edib. Sona Abbasova Azərselin gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş layihələrə xüsusi önəm verdiyini qeyd edib. O, şirkətin gənclərin rəqəmsal bacarıqlarının inkişafına dəstəyini davam etdirəcəyini bildirib. Yarışın nəticələrinə əsasən 36 komanda mükafatçılar sırasına daxil olub. Qalib komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək.